Deməli, divan ədəbiyyatında və yaxud qəzəl, əruz ədəbiyyatında orta əsr, xüsusilə müsəlman şərqində, İslam şərqində ədəbiyyatda simvolizmin kökləri əslində eradan əvvəl 2000, 2500, 3000-ə qədər gedib çıxır. Belə ki, 2500 eradan əvvəl miladdan, xristian miladından 2500 il əvvəl artıq Şumerdə, yəni indiki İraq ərazisində, Mesopotamiyada, Mesopotamiyanın şimal hissəsinə sonralar Akkad dövlətini yaradacaq Semitlər, Samilər gəlir, yerləşirlər və bu Samilər yerləşdikdən sonra Şumerdə olan mədəniyyəti çox gözəl öyrənə bilirlər və uyğunlaşa bilirlər və nəinki uyğunlaşa bilirlər, bundan istifadə edib güclənib daha da bu mədəniyyəti dərinləşdirib inkişaf etdirə bilirlər. Bunlardan biri də göy cisimlərini müşahidə etmək idi. Göy cisimlərini müşahidə etmək əslində onlara yeni həm siyasi, ideoloji məsələlərdə kömək elədi. Belə ki, Şumerin iqtisadiyyatı müxtəlif şəhər dövlətləri idi bunlar, şəhərlər idi və bunların iqtisadiyyatının əsasında əkinçilik dayanırdı və əkinçilik elə bir şeydir ki, bir şəhər aclıq şəklində, aclıqdan tamamilə məhv ola bilərdi və təhlükəli bir şeydir aclıq onlar üçün, quraqlıq onlar üçün və bu əkinçilik isə xüsusilə Mesopotamiya kimi ərazidə bol günəşin olduğu və suyun qıt olduğu ərazidə iri çaylardan kanalların çəkilməsini tələb edirdi və kanalların çəkilməsi üçün böyük işçi qüvvəsi lazım idi. Elə əkin biçini üçün də böyük işçi qüvvəsi lazım idi. Bunun üçün də insanları təşkilatlandırmaq, yəni müəyyən qədər güc hesabına olur, amma sonralar bu insanların inandırılması, insanları buna inandırmaq, dilə tutmaq istiqamətində Şumer mədəniyyətində inkişaf, dərin inkişaf gedir. Bu inkişaf musiqinin, bu inkişaf sonralar müxtəlif ədəbiyyatların ki, insanı haldan hala salan müxtəlif üslubların, variantların, metodların inkişafına gətirib çıxardır. Və bundan gəlib deməli istifadə eləyir Akkadlar, başa düşürlər ki, əkinçilik üçün insanları qul etməyin müxtəlif variantlarını öyrənmək lazımdır və Akkadlar, yəni Samilər, Semitlər gələndən sonra artıq inam, Allaha inam artıq göyə qaldırılır, yüksəyə qaldırılır. Çünki artıq göy cisimlərinin belə regelmesik, vaxtaşırı, müntəzəm, nizamlı deməli müşahidəsi belə bir ideoloji teoriya gətirib çıxarır ki, yer kürəsində olan nizam göydəki nizamın əksidir və göydə olan nizam kamil nizamdır. Yəni bu sonralar platonizmə qədər gedib çıxacaq. Yəni bu ideya inkişaf etdiriləcək platonizmə qədər. Yəni göydəkinin əksi yerdədir. Kamil və qeyri-kamil məsələsi. İdeyalar aləmi Platonda. Və Şumerdən götürdükləri bu fikri Akkadlar uğurla inkişaf etdirirlər. Akkadlar hesab edir ki, göydəki aylar, göydəki ulduzlar, günəşlər, hər şey yerdəki nə görürsünüzsə, bağ, bağat, çaylar, insanlar hamısının göydəki əsas ideya, ideal olan var və o idealın deməli əksidir ki, eynisi burada var.
Yəni burada gördüklərinizin hamısı eyni göydə də var. Bu təxminən miladdan əvvəl 2500 il əvvəldən başladı və artıq yavaş-yavaş Allah göyə qaldırılmağa başlandı. Və bu Şumerdə əlbəttə ki, bununla məşğul olan dindar bir təbəqə yarandı. Dinlə, yəni vaxtı daha bol oldu. Qulları inandırmaq metodlarını inkişaf etdirmək üçün bunun inkişafına vaxt ayıran insanlar oldu. Bu insanlar da dini rahiblər təbəqəsi oldu. Bunlar sadəcə dini rəhbərlər deyildilər. Bunlar həm də musiqi ilə, ədəbiyyatla məşğul idilər. Bunlar insanlığın sonralar tanış olacağı bütün o incəsənət nümunələrini təkmilləşdirən bu rahiblər sinifi əmələ gəldi. Zikkuratlar, dini məbədlər tikilməyə başladı və dini məbədlər idarə etməyə başladı insanların psixologiyasını, fikirlərini və bu şəhərlərdə hakimiyyətin mərkəzi obyektinə çevrilməyə başladı dini məbədlər və bu dini məbədlər insanları tamamilə dilə tutub inandırmağa çalışırdılar və uzun minilliklərlə uğurlu da oldular, inandırdılar ki, doğrudan da onların kölgələrinə qədər göydəki Enki, Anu Allahları idarə edirlər və müxtəlif Allahların əlbəttə ki, barelyefləri əmələ gəldi. Enki, Anu, Ea, Enlil müxtəlif demək, hər bir Allah da sonralar hər bir şəhərin baş Allahı oldu hətta. Və simvolizm məsələsində artıq 150 ildən çoxdur ki, psixoanaliz artıq bunun geniş təhlilini, izahını da verib. Bu haqda 20-ci əsrin əvvəllərində özünün məşhur əsəri ilə Totem və Tabu əsərində Sigmund Freud insanların niyə müxtəlif xarakterləri, xüsusiyyətləri heyvanların üzərinə transformasiya etməsini, köçürməsini izah edir. Nəinki heyvanların, müxtəlif kosmik cisimlərin, relyeflərin, dağların, çayların üzərinə niyə, nə üçün onların gücünü şişirtmək ehtiyacı və yaxud onları yaşatmaq ehtiyacı duyduğunu geniş izah edir və bundan sonra 20-ci əsrə qədər gəlib çıxmış, deməli, şeir əruz vəznində və yaxud müxtəlif şərq ədəbiyyatındakı simvolizm məhz bu totemin, məhz bu Şumerdən başlayan göylərdəki nizama olan inamın davamıdır ki, indi də ədəbiyyatda bunu müxtəlif qəzəlxanların qəzəllərində yaşatdıqlarını görürük. Bu bütün müsəlman şərqinin ən gözəl ədəbiyyat nümunələrinin deməli mahiyyətində, məzmununda da bunu görmək olar. Belə şeirlər Şumerdə də həm musiqi sahəsində, həm ədəbiyyat, şeir sahəsində, şeir, nizam, nəzm sahəsində deməli Şumerlilər hətta bunun deməli əsasını qoyub. Yəni elmə məlum olan yazılı qaynaqlar Şumerə qədərdir. Şumerdən qədimi hələ ki elmdə tapılmayıb, yəni yazılı tapılmayıb. Bu sonralar əlbəttə ki Şumerin bu ideyalar aləmi müxtəlif monoteist dinlərin yaranmasına, hətta fəlsəfi cərəyanların da platonizm kimi fəlsəfi cərəyanların da inkişafına, yaranmasına gətirib çıxarır.
və ədəbiyyat dərsliklərində yazıldığı kimi güya ki, bunu simvollarla izah edirdilər. Allahı mı, ya Allahı sevgini mi? Bu izah tamamilə bəsit və qeyri-kifayətdir, qeyri-kafi, yəni kifayət etməyən izahdır və bu cümlədən heç nə başa düşmək olmaz. Bugün ədəbiyyat dərsliklərində verilən izah ki, 16-cı əsrdə Füzuli və yaxud 19-cu əsrdə Seyid Əzim Şirvani niyə simvolik yazırdı? Elə sadəcə ona görə ki, onlar Allahı, nə bilim, Allaha sevgini başqa simvolların üzərində qoyurdular və salam. Bundan o tərəfə izah yoxdur. Bu tamamilə bəsit izahdır. Bu izah da deyil. Bundan heç nə başa düşə bilməz. Deməli, normal statistik şagird məktəbli.